Salam değerli izleyiciler, kanalımıza hoş gelmişsiniz. Bugün sizinle şaftalı pirojnası hazırlamak isteyirik. Buna pirojna da demək olar, içerisinde krem var. Piçeni de demək olar. Şekerli xəmirdən piçeni, Azərbaycanca desək kurabiye. Kim necə istəyirsə adlandıra bilər. Hal-hazırda şaftalının çiçəkləri də olub, artıq tökülüb. Yarpaqları da var. Elə biz də öz şaftalı ağacımızın yarpaqlarından qoyacağıq bu şirniyyatın üzərinə. Dərəcəyik ondan, amma öncə xəmiri yoğurmalıyıq. Deməli, xəmir üçün bizə 3 stəkan un, stəkanın başı 1 sm əskik, şəkər tozu, 2 yumurtanın sarısı, 100 qram kərə yağı. Kərə yağı yumşalmış olmalıdır. Düzdür, bizdə kifayət qədər yumşalmayıb, amma siz əvvəlcədən onu çıxarın, yumşalsın. 200 qram xamar, yarım çay qaşığı soda, 1 çay qaşığı qabartma tozu, 1 çay qaşığı şəkərli vanil və qaşığın 1/3 qədər duz. Bunlar bizə lazım olan ərzaqlar və xəmiri yoğururuq. Birinci şəkərlə yağı qarışdırırıq. Yağla şəkər tozunu gördüyünüz kimi bu dərəcəyə qədər çaldıq. Bir qədər çalıb qarışdırandan sonra xamanın üzərinə sodanı əlavə edirik. Qarışdırırıq. Qarışdırdıq. Soda öz işini gördü. Gördüyünüz kimi köpüklənmə əmələ gəldi. İndi üzərinə yumurta sarılarını əlavə edib yenə də qarışdırırıq. Və həmin qarışığı yağ şəkər qarışığının üzərinə əlavə edib çalırıq. Biraz çalandan sonra duzunu və şəkərli vanili əlavə edirik. Şimdi çalırıq. 5 dəqiqədə çaldıq. Şəkər tozu tam həll oldu. Miksere çıxarırıq. Mikserlə işimiz bitdi. Onun üzərinə qabartma tozunu əlavə edib qarışdırıb bu qarışığın üzərinə əriyib xəmiri yoğururuq. Yumuşaq xəmir alınmalıdır. Gördüyünüz kimi belə bir yumuşaq xəmir yoğururuq. O xəmirdən 45 qramlıq tikələr ayırırıq. Təxminən ovucun içərisinə yerləşən ölçüdə və onu bu şəkildə yastılayıb içərisinə biz şaftalı toxumu qoyuruq. Yoxdursa siz onun içərisinə qoz qabığı da qoya bilərsiniz. Şaftalı, yediyimiz dadlı şaftalıların toxumlarını yığırıq ki, onu əkək, ona görə yığmışdıq, qalıb. İndi onlardan istifadə edirik. Bu şəkildə düzəldib belə yığırıq. Toxum hissəsi aşağı olmaq şərti ilə gördüyünüz kimi bu formada düzürük. Bir şeyi də diqqətinizə çatdırmaq istəyirəm. Toxumları kərə yağı ilə yağlamışıq. Bu qaydada davam edir. Xəmirin bir hissəsini bir list düzəltdik bu şəkildə. 180 dereceli sobada 20-25 dəqiqə pişiririk. İndi sobaya aparırıq. Birinci listi sobadan çıxartdıq. Bir listə 12 ədəd yarım kürə gedir.
İndi onların içərisindən toxumları ehtiyatla çıxarırıq. Bu şəkildə olur. Altı qızarır, üzəri isə ağ qalır. Bu şəkildə çox rahat çıxır. Dediyim kimi siz bunun əvəzinə qoz qabığı da qoya bilərsiniz. Bu şəkildə hamısını çıxarırıq. Bütün yarım kürələrin içərisindəki şaftalı toxumlarını çıxartdıq və qoyduq ki, soyulsun. Hələ yumuşaqdır, çünki istidir. Soyandan sonra bir qədər bərkiyəcək. İndi yerdə qalan hissəsini eləyirik. Burada da 12 ədəd bişirdik. Burada isə 8 ədəd qalıb. Ümumi 20 ədəd. 10 dənə şaftalımız alınacaq. İri. Mən bunları da eyni qaydada biraz yastıladırıq. İçərisinə şaftalı toxumunu qoyub. Bu formadakı üzəri hamar olsun. Və toxumu qoyuruq. Bu şəkildə düzəldib sobanın üstünə düzürük. Yəni eyni qaydada əvvəl də bunları sizə göstərmişdim. Bunları da həmin qaydada eləyirik. Yerdə qalan hissəsini də pişirdim. Elə isti-isti içərisindən toxumları çıxartmaq lazımdır. Bunları da çıxartıb yığırıq. Qurabiyələrimiz soyana qədər biz onları boyamaq üçün təbii rənglərimizi hazırlayırıq. Bunun üçün kök və çuğundurdan istifadə edirik. Təmizləmişik. İndi onların şirəsini sıxırıq. Artıq kökün və çuğundurun şirəsini də çəkdik. Demək olar ki, hər şey hazırdır. İçərisinə qoymaq üçün bişmiş, qatlaşdırılmış sütü götürmüşük. Bunun içərisinə siz istədiyiniz yağlı krem də qoya bilərsiniz. Zülallı krem, yəni ki, yumurtanın ağı ilə, bezəklə hazırlanan kremlə və yaxud da bu bişmiş kremə 1-2 dənə peçenyelərdən üyüdüb və yaxud rondodan və yaxud da elə bir həmrəngdən əzib qata bilərsiniz və yaxud da qoz da üyüdüb qata bilərsiniz. Biz amma onu eləməyəcəyik. Elə qatlaşdırılmış süddən qoyuruq. 1-2 dənə də qoz qoyuruq içərisinə və 2 yarım kürəni birləşdiririk. Və onun üzərini indi boyamalıyıq. Bir tərəfini sarı boyuruq. Köklə. Və digər tərəfini isə çuğundurdan çəkirik. Və şəkər tozuna bulayırıq. Bu şəkildə. Biz şaftalı yarpaqlarını təmiz yuyub, dəsmal arasına qurutmuşuq. Onlardan götürüb ki, əsl şaftalı yarpağı ilə istədiyi olsun. Daha təbii görsənsin. Əslinə oxşasın. Və bu şəkildə şaftalı yarpaqlarını üzərinə qoyub və düzürük. Bu qaydada biz davam edirik. Artıq şaftalı pirojnalarımızın hamısı hazırdır. Siz bunu yığmağa, yəni içərisini qoyub boyamağa uşaqlarınızı da cəlb eləyə bilərsiniz. Bu onlar üçün əyləncəli olacaq. Həm də barmaqları formalaşacaq.
uşaqlara iş tapşırmaq çox faydalıdır onlar üçün. Həm də ki, zehinləri formalaşır, əməyə alışırlar. Sevə-sevə sizinlə bir yerdə bunu hazırlayacaqlar. Görünüşü çox gözəldir. Elə bil əsl şaftalıdır. İndi inanın ki, dadı ondan da gözəldir. Siz onun indi görünüşünü görürsünüz, dadını görmürsünüz, bilmirsiniz. Gördüyünüz kimi içərisi də çox gözəldir. Siz bunun içərisinə bir daha təkrarlayıram, istədiyinizi qoya bilərsiniz. Cem də qoya bilərsiniz yer gəlmişkən, sevdiyiniz meyvə cemindən və yaxud da yağlı krem, nə istəyirsiniz qoya bilərsiniz. Biz indi bu dəfə belə elədik. Bəzən krem də eləyirik. Bu qədər. Bu da bizim hazırladığımız şaftalı pirojnası və yaxud da qurabiyəsi idi. Siz də hazırlayın, sürələrinizə belə gözəl pirojnalardan qoyun. Uşaqlarınız sevə-sevə yeyəcəklər. Bu qədər. Bu da bizim hazırladığımız şaftalı pirojnası idi. Bəyəndinizsə bu videonu like etməyi, kanalımıza abunə olmağı da unutmayın. Siz də hazırlayın, nuş olsun.